son 4 videomda mən ancaq dərs oxuyuram. Soruşacaqsınız, bu qız dərs oxumaqdan başqa heç nə eləmirmi? Eləmirəm. Yəni, həqiqətən eləmirəm. Çox pis bir kritik vəziyyətdəyik. Eləmirəm, dostlar. Ancaq dərs oxuyuram. Bu həftə artıq yəni dekabr ayının ilk həftəsidir və istədim bunu vloquyum və qalsın. Sərbəst işləri bitirəcəyik. 3-cü qiymətləri almağa başlayırıq, dərs danışırıq, 3-cü qiymətləri alırıq. Çünki dekabrın artıq ilk həftəsidir. Və sonra isə heç nə. Bir tərəfdən də magistraturaya hazırlaşıram. Oranın imtahanları da fevralda yaxınlaşır. Ümid edirəm, yəni yaxşı keçər. Yəni, ümid edirəm bu qədər çəkdiyim zülmün axırı yəni olacaq deyə düşünürəm. Və mən özümə söz verdim, bu həftə heç bir dərsdən qalmayacağım. Çünki mən keçən həftə 2 gün dərsə gəlmədim. Biri 2 dərs, biri 3 dərs. Yəni, bir dərs falan da deyil, 3 dərs. Yəni, dərsə gəlmədim. Özümə söz verirəm ki, bu həftə bütün dərsə gələcəm. Bu vlogun eşqinə mən bu həftəni ancaq dərsə gələcəm. Bugündən magistraturada bir fənnimin, yəni 2 dərs olurdu, həftədə 2 dərs. Həmin bu 2 dərsi onlayn olaraq dəyişdirdim. Bu günləri ilk günüm olacaq ki, mən gedib onlayn dərs keçəcəm. Və saat 9-dadır dərsim. Saat 7-yə işləyir. Çatacam deyə düşünürəm. Sadəcə olaraq necə dərs keçim, onu da biraz bilmirəm İngilvarı. O kadar güclü ders okumuşam ki yemek almaya geldik. Dersten çıkıp yemek almaya geldim. Çok güzel, çok güzel. Bir tane kampüse bir tane magazin açsaydı çok yaxşı olardı. Yani sosyal ankastre benden korkuyor şu an. Bugün haftanın 3-cü günüdür. Və mən birinci videoya başladan nə demişdim? Özümə söz verirəm ki, bu həftə dərsdən qalmayacağım. Dərsdən qaldım bu arada. Dərsə getmədim. Çünki sərbəst işlər o qədər çox var ki. Ona görə getmədim. Yəni oturub sərbəst iş yazacağım. Evdə kofe də var, çay da var. Yəni nə məcburdur bunu gedib başqa yerdə eləyib, alıb içib eləmək. Evdə çay da var, kofe də var. Yəni oturub dərs oxu da. Bizə nə mane olur ki? Heç nə. Heç nə. Çıkardı. Bir nur endisən. Həftənin 4-cü günüdür. Belə açıq yoxdur. Çox öyrəşmişəm belə tutmağa. Həftənin 4-cü günüdür və mən nifrət eləyirəm yəni bu şeylər günlər. Sağ olun, yaxşıyam. Və mən, you know what? Ora mənim zəhləm yedir universitetə gəlib getməkdən. Saat 8-ə Allah kərim ki, mən gedib evə çatacağım. 8:30-da da dərsim var yəni. Yenə oturub dərsi heç oxuya da bilməmişəm heç nə. Gedib nə oturub orada, nə boş-boş başımı yelləyəcəm mən bilmirəm. Ya bu aralar biraz sıxıntılıdır vəziyyətlər doğrudan da. Ümid edirəm səsim gəlir. Bu aralar biraz yox, hətta çox sıxıntılı vəziyyətlər var. Çünki mən çox tez sıxılan adamam. Eyni cədvəldən, eyni qrafikdən. Mən maksimum 3 ay falan bir şey dözə bilərəm də. Ondan oynayacaq sentyabr, oktyabr, noyabr 3 ay olub və mən dekabra dözə bilmirəm. Mən dekabra artıq dözə bilmirəm.
Sınav günüdür dostlar, sınava gəlmişik. Hiç yaxşı yazacağımı düşünmürəm. Bayır çünkü hiç hazırlaşmamışım. Sıfır ve yani inşallah yaxşı olar. İnşallah yaxşı keçər. Hadi! Çünkü biz sadece yemek yok, aile yapımlarla. Benim pofudum sensin. Bir sürü tavşan gibi. İşte biz buna aşırı paylaşım diyoruz. O Bu arada hayattayım. Başardım. Ha, O nasıl da sağlıklı? hala hayatta. Sen gel dalbadal dərsə otur. 15 səhifə, yəni necə deyim, 3 saat, 4 saat vaxt sərf elədiyin sərbəst işi sən gəl sayta yerləşdirmə və qal qiymətsiz. Düzəlmədi, o yəqin ki o düzəlməyəcək. Onun vaxtı bağlandı, getdi. Yəni heç bir müəllim də hamısı da deyir ki, maksimum 12-si falan. Yəni ayın 5-nə deadline qoymuşsunuz ay müəllimə. Və yəni qoya bilmədim. Ya kafadan mən bir 8 balım getdi də yəni. Məncə 0 düşəndə o kolok kimi koloka da girməyəndə 0 düşür. Sərbəstdə də okey düşsün 0. Prosta deyirəm ki, yəni imtahana buraxmamaq məsələsi yoxdur da məncə. Çünki sən imtahandan 3 də sadəcə balım azaldı da yəni. Mən oradan C ala bilərdimsə o imtahandan D alacağam. B ala bilərdimsə C alacağam. Yəni 8 bal minimum, yəni ondan aşağı alacağımı düşünmürdüm. Yəqin ki 8 alardı. Amma dünya 8 bal belə baxanda dünya sonu deyil bu arada. Yəni 3 dənə sual çox cavab yaz olsun da 8 bal. Nə edə bilərəm ki? Nəysə, ona birazcık üzüldüm açıkçası. Çünki yəni həqiqətən mənim tupoyluğum idi də bu. Həqiqətən yəni mənim öz tupoyluğum idi. O inşallah düzələr. Düzəlməsə də ki, yəni mən heç nə edə bilmərəm. Müəllimi də günahlandırmıram, özümü də. Bugün də 3-cü sınaqdan çıxdıq. 3-cü sınav imtahanı gəldi. 3-cü sınavda biz hələ də istədiyimiz. Mən hələ də istədiyim nəticəni yığ. Həqiqətən hələ də istədiyim nəticəni yığmamışam. Mən bilmirəm. Mən bilmirəm. Mən bilmirəm. Bir dənə mikrofon almaq istəyirəm. Belə mikrofonum var idi, o bəzi məsələlər var idi, onlar getdi işində alacaq. Belə amma öz mikrofonum var idi əslində. Amma indi təzədən yenə almaq istəyirəm. Və o mikrofonu alandan sonra inşallah qəşəng belə bol danışmalı, belə qəşəng söhbətli nələrsə edə bilərəm. Məsləhətlər və s. kiməsə. Özün nə bilirsən xanım, sən kimə nə məsləhət verəcəksən deməyin. Biz də deyiriniz. Yəni biz də deyiriniz. Hani biz də bir şeyler yaşadık. Kralını yaşadık. Və yəni buna məncə əsasən mən nələrsə deyə bilərəm. Bu belə dostlar. Bu da videomun axırı. Bu da videomun axırı. İndi gedirəm evə görüm sınavdan neçə bal almışam. Yəni ümid edirəm 60'a çatmışam. Ay Allah, inşallah 60'a. Çünki esse də yaxşı yazmışam bu arada. Esse də yazmışam. Mən informatika adamı yandıram. İnformatika o həqiqətən, yəni informatika qədər zibil ikinci bir fən yoxdur da. Nifrət edirəm informatika və onun əzbərçiliyinə zada belə nifrət edirəm. Nəysə, Zootropolis'e baxdıq, çox qəşəng idi. My goodness, çox qəşəng idi. Ay, dəhşət, çox bəyəndim. Hə, dəhşət çox bəyəndim. Və yəni qəşəng idi. Keyfiyyətli idi, görüntü hər şey əla idi və çox təəccübləndim. Yəni kinozalda çox adamın əsəbini toxunan uşaqlar idi və hamı səssiz idi. Mən ona çox təəccübləndim. Mən gördüm hamısı uşaqdı, dedim, ay da, pişo da, yəni dır. Ay, yox. Böyüklər də gəlmişlər, kapıllar gəlmişlər, çox gözəl. Hə, amma yəni belə çox bəyəndim mən, yəni. Filmi də bəyəndim, ambiyansı da bəyəndim. Bu da mənim həftəmin sonu. Bir həftə sürünməyimə, yəni siz də mənimlə tamaşa elədiniz. Hələ çox şey çəkmədim, çünki
o qədər 3 dərs universitet gəlirdim, evdə dalbadal dərslər falan. Çəkiləsi bir şey yox idi. Yəni o çox həyəcanlı bir həyatım yoxdur dostlar. Sağ olun.